Əziz abituriyentlər, bu günlərim adətən numerativ sayılarla sayılmayan isimlərin işləmə qaydası haqqında danışacağım. Bir də söz birləşməsi şəklində gələndə hansı tərəfə diqqət etmək lazımdır. Məsəl üçün deyirəm ki, bu hissəni boş qoyuruq, yazırıq. Piece of furniture. Furniture. Diqqət. Of ilə gələndə a piece of, yəni biləcəyiniz burada artiklı bir hissədən söhbət gedir. Burada deyirik bir hissə mebel. Biləcəyiniz numerativ sayılarla işlənilir uncountable nounlar, yəni sayılmayan isimlər numerativ sayılarla gəlir. Və əgər cümlədə of varsa da, həmin sözdə of varsa da, biz ofdan əvvəl olan tərəflə işləyirik. Əgər bu hissə təkdədirsə, artiklı qoyulur. Yox, əgər piece sözü cəm olarsa, biz bunun qarşısında few işlədə bilərik, say işlədə bilərik, many işlədə bilərik, several işlədə bilərik. Çünki few'dan sonra adətən cəm işlənməlidir. Saylardan sonra mütləq cəm gəlməlidir. Many'dən sonra cəm, severaldan sonra cəm gəlməlidir. Hətta a lot of da yaza bilərik bura. Lots of da yaza bilərik bura. Yəni, biləcəyiniz, indi baxın bunu bütöv yazacağım. Few piece of furniture. Furniture. Bura a piece of eləyirəm. Qulaq asın mənə. Deməli, of ilə gələndə adətən biz ofdan əvvələ baxmalıyıq. Əgər ofdan əvvəldə duran söz, yəni piece sözü təkdə olarsa, qarşısında artiklı qoyulacaqdır. Yox, əgər cəmdirsə, bu zaman piece cəmdə olarsa, bu zaman biz few sayla gələn, yəni sayın hər 3, 4, 5, 6 fərq etmir. Many, several, a lot of, lots of işlədə bilərik. Çünki bunlardan sonra həmin bax bu numerativ say cəm gəlməlidir. Və amma biz sayılmayan isimlərimiz toxunulmazdır. Bilirsiniz ki, onları biz nə cəmdə bunlara s əlavə edə bilmərik, bunlara artikl qoya bilmərik. Bunlar axırda qalır belənçi. Amma numerativ sayılarla gələndə sayılmayan isimlərdə biz numerativ sayılarla işləyirik. Artiklı gələndə qarşısı tək olmalıdır. Əgər cəmlənibsə, biz bu quantifierların, kəmiyyət bildirən sözlərin cəm istəyənlərini biz onlarla işlədə bilərik. İndi isə söz birləşməsi yazıram. Yazıram bura important information. Baxın, important information sözündə artıq of yoxdur. Diqqət, bunun adı söz birləşməsidir. Söz birləşməsi şəklində gələndə isə biz artıq ikinci tərəfə baxıb iş görəcəyik. Əgər ikinci tərəfdə duran isim sayıla bilmirsə, biz baş tərəfə artikl qoya bilmərik. İndi bir söz yazıracağım sizə. Important book. Baxın, söz birləşməsi şəklindədir və biz ikinci tərəfə baxırıq. İkinci tərəfdə duran söz sayıla bilən isimdir. Bu zaman biz baş tərəfə sifətdən əvvəl mütləq artikl yazmalıyıq. An important book. Vacib kitab. Başa düşdünüz? Diqqət, özət keçirəm. Of ilə gələndə biz birinci tərəfdən işləyirik. Və əgər birinci tərəf təkdədirsə, artiklından olacaq. Cəmdədirsə, cəm istəyən quantifierları biz bunlardan işlədirik. Söz birləşməsi şəklində gələndə artıq of olmur və biz söz birləşməsində ikinci tərəfə baxmalıyıq. İkinci tərəfdə duran söz, isim sayıla biləndirsə, sifətdən əvvələ artikl yazırıq. Sayıla bilməyəndirsə, biz artikl yaza bilmərik.